İlk n həddinin ədədi ortası 2n olan ədədi silsilənin 5-ci həddini tapın. İlk n həddinin ədədi ortası 2n-dirsə, deməli Sn bərabər olacaqdır 2n vurulsun n-ə, yəni 2n kvadratına. Və bu ədədi silsilənin 5-ci həddi bizdən tələb olunur. Əvvəlcə S1 bərabərdir A1 şərtinə əsasən A1-i tapaq, yəni 2 vurulsun 1-in kvadratı, yəni 2. Və buradan S2-ni, yəni S2 bərabərdir A1 üstəgəlsin A2 olduğu üçün, burada da 2 üstəgəlsin A2 istifadə edə bilərik. S2 də bərabərdir 2 vurulsun 2-nin kvadratı, yəni A2 bərabər olacaqdır 2 vur 2-nin kvadratı, bu edir 8, 8-dən 2 çıxsaq 6. Buradan D-ni tapaq, D bərabərdir 6 çıxılsın 2, yəni 4. D 4-dür, S6 bizə lazımdır, yox 5-ci həddi, A5 bizə lazımdır. A5 bərabərdir A1 üstəgəlsin 4D. Dağılır, 2 üstəgəlsin 4 vurulsun 4, 16-ın üstünə də 2, 18.